İllər keçib, ancaq onları yenə də unutmurlar. Uşaqlar, mənim adım Leyla müəllimədir. Mən də bu məktəbdə işləmişəm. Bu məktəb hələ binası yox idi. Bağça binasında yerləşirdi məktəbimiz. Çox sağ olun Arzu müəllimə. Çox sağ olun. Gördüyünüz bu məktəbdə illər öncə dərs demiş müəllimlər məhz sağlamlıq imkanları məhdud olan uşaqlarla yenidən görüşə gəlir. Müəllimlər günündə həmin uşaqlara baş çəkirlər. Az sonra içəridə duyğunlu anların yaşandığının şahidi olacağıq. Bəzən bir cümlə həyatımızı dəyişir. Bəzən bir baxış, bir təbəssüm bizi qorxularımızdan azad edir. Bəzən bir insan çıxır qarşımıza, əlində təbaşir, üzündə təbəssüm, qəlbində işıq. O insan müəllimdir. Sumqayıtda 5 oktyabr Müəllimlər Günü münasibətilə fərqli və duyğulu tədbir keçirildi. Tədbir sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən xüsusi məktəbdə reallaşdı. Bu məktəb bir vaxtlar orada dərs demiş müəllimlərini yenidən öz doğma siniflərinə dəvət etdi. Salam uşaqlar. Necəsiz? Əyləşin uşaqlar. Uşaqlar, mənim adım Leyla müəllimədir. Mən də bu məktəbdə işləmişəm. 20 ilə yaxın sizin kimi fidan balalara dərs demişəm. Çox fərəhləndim, sizin kimi balaları gördüm. Çox sağ olun ki, Arzu müəllimə, bu hissləri mənə yaşatdınız. Siz bilmirsiniz mənə hansı sevinci bəxş eləmişsiniz. O sevinci, o hissləri sözlə deyə bilmirəm. Neçə il bundan öncə bu sinifdə bu uşaqlara dərs demişsiniz? Mən 2017-ci ildən artıq işdən çıxmışam. 1998-ci ildən 2017-ci ilə qədər bu məktəbdə işləmişəm. Belə bir anı gözləyirdinizmi ki, yəni Yox, illər sonra yenidən uşaqları görəcəksiniz? Heç vaxt gözləmirdim. Bir də onu mən qeyd edirəm ki, Arzu xanım, sizin vaxtınızda, indiki dövrdə məktəbdə işləyən müəllimələr çox xoşbəxt müəllimələrdir. Mən bu məktəbdə aparıcı müəllimlərdən biri olmuşam. Həmişə anım günləri, xoşbəxt günləri, bayram günləri qeyd eləmək səhər xəttində mənim boynuma düşürdü. İllərin arxasında qalan xatirələr bu dəfə yenidən canlandı. Müəllimlər uzun fasilədən sonra sinif otaqlarına daxil oldular. Bir vaxtlar oxutduqları uşaqların səsini, gülüşünü, məktəb qoxusunu hiss etdilər. Onların baxışlarında həm sevinc, həm də bir parça həsrət gizlənmişdi. Tədbir boyu duyğulu anlar yaşandı. Müəllimlər məktəbdə keçdikləri illəri xatırlayıb, o günlərin saf enerjisini yenidən hiss etdilər. Tədbiri isə hazırda məktəbə rəhbərlik edən Arzu Alızadə müşahidə etdi. O, müəllimlərin bu ocağa qoyduğu zəhmətin bu gün də hiss olunduğunu bildirdi. Düz 96-cı ildən bu məktəb hələ binası yox idi. Bağça binasında yerləşirdi məktəbimiz. Bağça binasını söktülər, sonra belə bir möhtəşəm bizə iş yeri təşkil elədilər, tikdilər və biz başladıq buranı abadlaşdırmağa. Buranın nəinki müəllimi, hətta buranın təhləsi olmuşuq. Öz qüvvəmizlə əksər işləri özümüz görmüşük. Həqiqi mənada deyirəm ha. O vaxt bir qədər fikir verilmirdi. Bunların hamısını özümüz görmüşük. Sonradan da keçmiş rəhbərliyin sayəsində deməli tədbirlər gördük, xarici dövlətlərlə əlaqə ilə axıra bax bizə bu idman avadanlıqlarını gətirdilər. Bunların hamısını quraşdırmışıq. Burada nələr tədbirlər keçirmişik. Həyatımızın necə deyirlər, o ən qiymətli vaxtını burada sərf eləmişik. Tək özümüz üçün yox, dövlətimiz üçün, millətimiz üçün. Bu, necə deyirlər, fiziki cəhətdən qüsurlu uşaqlar üçün ki, onları həyata qaytaraq, onlar bir həyatın mənasını dərk etsinlər, hiss eləsinlər. Və burada yoldaşlar, deyək, bax, mənlə çiyin-çiyinə işləyən bax bu yoldaşlar. Allah onların canı sağ eləsin. Bura bizim hal-hazırki texnologiya otağımızdır. Mən də bilirəm ki, siz texnologiya müəllimi işləmisiniz bu məktəbdə. Bəli. Mən istəyirəm siz öz bax bu sinif otağına daxil olanda nə hiss elədiniz? Öz hisslərinizi danışasınız. 5 ildir mən məktəbdən ayrılmışam. Siz bugünkü gündə bizə necə deyərlər? Məktəbimizdə keçdiyimiz günləri yaşatdınız.
Çox sağ olun Arzu müəllim. Çox sağ olun. Bugünkü günləri demək olar ki, heç vaxt yaddan çıxartmarıq. Necə ki, bizim keçirdiyimiz o günlər olub. Bizim əl işlərimiz demək olar ki, hər il bizdən Fövqəladə Hallar Nazirliyindən birgə keçirilən tədbirlərdə Təhsil Nazirliyi ilə birlikdə Fövqəladə Hallar Nazirliyi birlikdə tədbirlər keçirilirdi Bakıda. Bizim əl işlərimiz həmişə orada sərgidə nümayiş etdirilib. Demək olar ki, birinci, ikinci, üçüncü yerlərdən həmişə gözəl yerlər tutmuşdu bizim əl işlərimiz. Eyni zamanda bizim şagirdlərimiz, müəllimlərimiz həmişə demək olar ki, gözəl mükafatlarla mükafatlandırılmışdır. Nəinki məktəbimizi hələ ona görə də mən çox kövrəldim özümü, necə deyim sizə, ələ ala bilmədim ki, bizim məktəbi necə qoymuşduqsa, mən bayaq sizə dedim, məktəbimiz çox etibarlı əllərdədir. Var olun, sağ olun ki, siz məktəbimizi olduğu kimi yaşatmışsınız. Daha sonra məktəbin akt zalında müəllimlər günü münasibəti ilə bədii proqram təqdim olundu. Veteran müəllimlərin akt zalına girişi isə bir başqa idi. İllər öncə məhz bu məktəbdə dərs deyən müəllimlər indiki faktiki olaraq bu məktəbdə dərs deyən müəllimlər bax bu cür qarşıladılar. Həqiqətən də sevincli anlardır. Tədbirdə məktəbin tarixindən, bu gününə qədər olan yolu əks etdirən xüsusi videoçaq nümayiş etdirildi. Çıxış edənlər müəllim əməyinin müqəddəsliyindən, onların cəmiyyətin gələcəyini formalaşdıran əsas sütun olduğunu danışıblar. Məktəbin direktoru Arzu Alızadə öz çıxışında müəllimlik peşəsinin dəyərini belə ifadə etdi. Müəllim yalnız dərs demir, o həyat öyrədir. Hər bir uşağın ruhuna toxunur, onu insan kimi yetişdirir. Müəllimin gülümsəməsi bir uşağın gələcəyini işıqlandıra bilər. Arzu Alızadə əlavə etdi ki, müəllimlik sadəcə bir peşə deyil, mənəvi missiyadır. Bu, insana yön verdiyi, cəmiyyətin gələcəyini formalaşdırdığı ən ali sənətdir. Dünyada hər şey zamanla dəyişir, amma müəllim adının ucalığı dəyişmir. Hər bir müəllim cəmiyyətin gələcəyini inşa edən memardır. Onun verdiyi bir fikir, bir istiqamət bəzən bir uşağın taleyini dəyişir, bəzən bir millətin gələcəyini. Müəllim kitabın qoxusunu sevən, gələcəyin səsini eşidən, millətin düşüncəsini yoğuran insandır. O nə var dövlət, nə şan-şöhrət dalınca gedir. Onun ən böyük qazancı yetişdirdiyi insanların uğurudur. Uşaqlar böyüyür, məktəblər dəyişir, amma müəllimin səsi yaddaşlarda qalır. Hər kəsin həyatında bir müəllim var ki, onu heç vaxt unutmur. Tədbir zamanı duyğulu anlar yaşandı. Veteran müəllimlər keçirdikləri hisslərini sevinç gözyaşları ilə əvəzlədilər. Şərəfli, uca peşənin ən ali adısan, əziz müəllim. Daha sonra veteran müəllimlər sevinclərini həmkarları ilə bölüşdülər. Bildirildi ki, müəllim ömrü bir lövhə qədər sadə, bir uşaq baxışı qədər saf, bir kitab qədər dərin olur. Onların saçına düşən ağ rəng illərin izidir. Amma o ağ rəng həm bilik, hikmət və fədakarlığın simvoludur. Səhərin ilk saatlarından axşama qədər lövhənin qarşısında dayanıb, hər hərfi, hər rəqəmi öyrədən müəllim əslində həyat öyrədir. O, uşaqlara yalnız dərs keçmir, səbir, hörmət, məsuliyyət və sevgi də öyrədir. Bir şagirdin müəllim mən bacardım sözündən böyük mükafat yoxdur. Hər uğurlu insanın arxasında görünməyən bir qəhrəman dayanır, o da müəllimdir. Daha sonra bir vaxtlar xüsusi məktəbə rəhbərlik etmiş, hazırda Qazaxıstanda olan əməkdar müəllim Ayət Kərimova ilə video bağlantı quruldu. Sevinç gözyaşları içində bütün müəllimlər təbrik edildi. Tədbirdə işində fərqlənən müəllim də fəxri fərmanla təltif olundu. Sonda xatirə şəkilləri çəkdirildi. Musiqilər səsləndirildi, rəqslər nümayiş etdirildi. Bugün o zalda təkcə musiqi deyil, müəllim adının böyüklüyü, zəhmətin dəyəri və şagird sevgisinin istiliyi duyulurdu. Müəllimlərin gözlərindəki işıq, illər keçsə də sönməyən bir alov kimi hər kəsin qəlbini sindirdi. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.